Əl-Mücadilə surəsi 22 ayədir. Rəhman və rəhim olan Allahın adı ilə, əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən Allah eşidəndir, görəndir. Sizdən öz qadınları ilə zihar edən kimsələrin zövcələri onların anaları deyillər. Onların anaları ancaq özlərini doğan qadınlardır. Onlar əlbəttə pis və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır. Qadınları ilə zihar, nicahını haram edib, sonra sözlərindən dönənlər, onlarla yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu, sizə verilən öyüddür. Allah nə etdiklərinizdən xəbərdardır. Kim azad etməyə bir kölə tapmasa, qadını ilə yaxınlıq etməzdən əvvəl 2 ay sərasər oruç tutmalı. Buna da gücü çatmasa, 60 yoxsulu yedirdib doydurmalıdır. Bu, sizin Allah və onun Peyğəmbərinə iman gətirməniz üçündür. Bunlar Allahın hədləridir. Kafirləri şiddətli bir əzab gözləyir. Allah və onun Peyğəmbəri əleyhinə çıxanlar, özlərindən əvvəlkilər nə cür rüsvay olmuşlarsa, o cür rüsvay olacaqlar. Biz artıq açıq-aşkar ayələr nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir. Allah onların hamısını dirildəcəyi gün, etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onları bir-bir sayıb yazmış, onlar isə unutmuşlar. Allah hər bir şeyə şahiddir. Məyər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa bilir. Aralarında gizli söhbət edən 3 adamın 4-cüsü, 5 adamın 6-cısı odur. Onlar bundan az da, çox da olsalar və harda olsalar, Allah yenə də onların yanındadır. Sonra qiyamət günü onlara etdikləri əməlləri xəbər verəcəkdir. Allah hər şeyi biləndir. Məyər məxfi danışmaq qadağan edildikdən sonra, yenə də qadağan olunduqları əmələ qayıdıb, günah, ədavət və Peyğəmbərin əleyhinə çıxmaq barədə öz aralarında pıçıldaşanları görmədinmi? Onlar yanına gəldikləri zaman səni Allahın salamladığı kimi salamlamır və ürəklərində, bəs niyə Allah bizi dediklərimizə görə əzaba düçar etmir deyirlər. Onlara girib yanacaqları cəhənnəm kifayət edər. Ora necə də pis qayıdış yeridir. Ey iman gətirənlər, bir-birinizlə xəlvət danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərin əleyhinə çıxmaq barədə danışmayın. Yaxşı işlər, Allahdan qorxmaq barədə danışın və hüzuruna toplanacağınız Allahdan qorxun. Şübhəsiz ki, məxfi danışma, iman gətirənləri məyus edib kədərləndirmək üçün olan şeytan əməlindəndir. Halbuki Allahın izni olmadıqca, şeytan onlara heç bir zərər yetirə bilməz. Möminlər yalnız Allaha təvəkkül etsinlər. Ey iman gətirənlər, sizə məclislərdə yer verin deyildiyi zaman, yer verin ki, Allah da sizə geniş yer versin. Eləcə də sizə qalxın deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır. Ey iman gətirənlər, Peyğəmbərlə məxfi danışacağınız zaman, bu danışıqdan əvvəl sədəqə verin. Bu, sizin üçün daha xeyirli, daha paçdır. Əgər bir şey tapmasanız, bilin ki, Allah bağışlayandır, rəhmədəndir. Məyər siz məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Madam ki, siz bunu etmədiniz və Allah da tövbənizi qəbul buyurdu, onda namaz qılıb zəkat verin. Allaha və onun Peyğəmbərinə itayət edin. Allah nə etdiklərinizdən xəbərdardır. Məyər onların Allahın qəzəbləndiyi bir tayfanı, özlərinə dost tutduqlarını görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər. Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Onların etdiyi əməllər necə də pisdir. Onlar andlarını özlərinə sipər etdilər və xalqı Allah yolundan döndərdilər. Onları alçaldıcı bir əzab gözləyir. Onları nə malları, nə də övladları heç bir vəclə Allahdan qurtara bilməz. Onlar cəhənnəmlikdilər və orada əbədi qalacaqlar. Allah onların hamısını dirildəcəyi gün, onlar sizə and içdikləri kimi Allaha da and içəcək və bir şey qazanacaqlarını zənn edəcəklər. Bilin ki, onlar əsl yalancıdırlar. Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutturmuşdur. Onlar şeytanın firqəsidirlər. Bilin ki, şeytanın firqəsi məhz onlar ziyana uğrayanlardır. Allahın və onun Peyğəmbərinin əleyhinə çıxanlar ən zəlil kimsələr içərisində olacaqlar. Allah, and olsun ki, mən və Peyğəmbərlərim qalib gələcəyik deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi,
qüdrət sahibidir. Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və onun Peyğəmbəri əleyhinə çıxanlarla öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və öz dərgahından onlara ruh vermişdir. Onları ağacları altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Bilin ki, Allahın firqəsi, məhz onlar nicat tapıb səadətə qovuşanlardır.